Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Sumqayıt şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan Xocalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Nəsimi Parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eyni zamanda Qalib Əsgər abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. 44 günlük vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığını bildirib. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 26 fevral Xocalı soyqırımı günü haqqında xüsusi qərar qəbul edib. Sənəddə hadisənin baş vermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə Ana Harayı adlı abidə ucaldılıb. Heydər Əliyev fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlər arası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən Xocalıya ədalət kampaniyasının səmərəsi isə ildən-ilə artır. Müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-u 20-sində Azərbaycan ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı Xocalı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaldıb. Qeyd edək ki, Xocalı şəhərində artıq 144 ailə məskunlaşıb. Ümumilikdə isə Xocalı rayonu üzrə 950 ailə doğma yurduna qayıdıb. Günay Hüseynova, Şəmistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.